Qədəmləriniz həmişə elimizin, obamızın, ulularımızın sənət dünyasına açılsın. Elimizi, obamızı yaşatmaq üçün biz soy kökümüzə, milli musiqimizə, bunlara tapınmalıyıq. Bugün buraya toplanıb gələnlərin əksəriyyəti o mən arzuladığım Dədə Qorqud evlatlarıdır. Yəni biz bugün Əziz Göyçəlinin, Ramin Şınıxlının adınla gözəl bir söz məclisinə toplaşmışıq. Mən onun hər ikisinə can sağlığı arzu edirəm ki, bugün bizi öz sənətlərinin pərəstişkarına çeviriblər. 20 aşıq var burada. Gözəl qara zurna ustası var, balaban ustası var. Mənlə aparıcı Zöhrə Xəlli, çox gözəl bir xanım qızımız, bacımız, gözəl bir kitabın müəllifi, ikincinin üzərində işləyir. Burada məclisdədir, 2 kitabı çıxıb, 3-cünün üzərində işləyir. Yəni çalışaq ömrün büyün bir gününü yaşayaq. Eşq olsun mənim xalqıma və bu bugünkü konsertdə öndərimiz Heydər Əliyevin ad günü ərəfəsində təşkil olunub ki, bir nevi biz öz məhəbbətimizi elimizə, obamıza, torpağımıza, müstəqilliyimizə çatdıra bilək. Məsələ bax belə olub. Gəlin Əziz Göyçəlini və Ramin Şınıxlı bir əl çalaq alqışlayaq çox böyük ürəklər. Mən də hər birinizə ayrı-ayrılıqda salamlayıram, xoş gəlmisiniz deyirəm və sizləri təbrik eləyirəm, mənim gözəl qardaşlarım. İndi isə aşıqlarımızı dəvət eləyirəm, buyursunlar. Aşıqlarımız bir xor ifa eləyəcəklər. Alqışlayaq aşıqlarımızı ürəkdən. Təqdimata ehtiyacı yoxdur, çünki axşama qədər televiziyada, məclislərimizdə, konsertlərimizdə görürük, tanıyırıq, bilirik. Aşıq Azər Fərmailoğlu, Aşıq Altay Gədəbəyli, Xanlar Xəlilov qardaşım, Aşıq Dəmir Gədəbəyli, Sərdar həm gözəl müğənnaşıq, həm balaban ustası, Aşıq Qələndər mənim dostum, Aşıq Vəli. Yəni burada Aşıq Təbriz, görün nə qədər böyük bir qüvvə ilə biz sizin qulluğunuzda duracaq. Eşq olsun sizlərə. Yurdumuzu, elimizi təmsil eləyən bir hava ilə xorumuzu başaq. Bir də Aşıq Eldar. Alqa etmənin Eldar yaddan. Ha, Eldar yaddan çıxmaz. Yurdum yuvam
Alqayıt müəllim, nə fikirləşirsiniz? Mən elə deyirəm ki, bəlkə elə Raminlə Əzizi dəvət eləyək, onların bir nömrəsini eşidək. Belə da Zöhrə xanım, Koroğlu operası Moskvada səhnəyə qoyulanda Qıratın belində Koroğlu ki səhnəyə çıxır, Moskvanın böyük konsert zalında. Onda Şirvan ustaları qara zurnanı dindirir və Uruslar münsiflər heyəti mətəl qalır. Deyirlər, bu 30 santimlik ağacın usuliteli hara gizlənilir? Baxırlar ki, zurnanın başında 2 santimlik bir qamış qırığı var. Deyir, bəli, Qıratı Koroğlu Moskva səhnəsinə çıxardanda, Koroğluğa Koroğluğu verən də Azərbaycan dünyada tanıdan da həmən bu 2 santimlik qamışdır. Mən də eşq olsun o sazı, o sənəti yaşadanlara çox gözəl təhlif elədin. Konsertinə toplaşdığımız Əziz Göyşəli və Ramin Şınıqlı. Buyurun. Çox sağ ol. Bizim Türk dünyasının fəxri Alqayıt müəllim. Təşəkkür edirəm. Və bütün bura gələn bizi istəyir. Gələn qonaqlarına hamısına öz dərin təşəkkürümü bildirirəm. Allah'ın uzun canını sağ eləsin. Bizim bu gözəl təklifimizə gəlmişsiniz. Və bütün sənət yoldaşlarımı, aşıqlarımı, gözəl bizim qardaşlarımız var muğam ustalarına. Hamısına öz təşəkkürümü bildirirəm. Çox sağ olun.
Xanlar qardaşıma söz vermək mənim boynuma düşdü. Şəxsiyyətinə, sənətinə böyük hörmət etdiyim Aşıq xanları qarşılayaq ürəkdən alqışlayaq Aşıq xanları. Əziz Göyçəlinin və Rami Şınıqlının solo konsertinə gələn bütün insanlar həm birə can sağlar arzulayıram. Aşıqlarımız sağ olsun və nəzərinizə çatdırım ki, əziz hamını sənətkar yoldaşıdır. Bugünkü insanların, mənim qanunu balamançımdır, əziz İmran oğlu. Çünki atası İmran əmi də, mənim atam Aşıq Bayram Göyçəlinin balamançısı olub. Bax, bu kişi buradadır. Bax, saqqal alqışlayan xahiş edirəm. Ürəkdən İmran əmi. Bu il başımızdan ildırım kimi elədi odunu, közünü dünya. Yanğından, qəzadan, seldən, daşqından qoruya bilmədi özünü dünya. Hər yanda fəlakət, hər yanda qəza. Nə idi bu göstəriş, nə idi bu cəza? Əbircə nef tühmədi bir imkansıza, yıxdı komaların yüzünü dünya. O qədər yolunu azam var dedi. Quyular qazdıran qazan var dedi. Bu hökmü, qərarı yazan var dedi. Beləcə söylədi sözünü dünya. İnsan da torpaq da bağlıdır göyə. Varlığı, xilqəti duymuruq, niyə? Özü də məhv olub dağılır deyə tutub yaradana üzünü dünya. Al qayıt, ömrün bıraxar çaydı. Toxunur daşlara nə haqqı saydı. Bir gözü günəşdi, bir gözü aydı. Amandı yummasın gözünü dünya. Amandı yummasın gözünü dünya. Külə döndüm
Korkudan bülbüle döndüm. Öldüm bala bala vay derdin. Al vay derdin, al vay derdin. Alem. Var olun. Xanları müşahidə edən Sərdar gözəl mahnılar, aşıq havaları oxumaqla bərabər o yastı balabanı dilə gətirir. Çox sağ ol Sərdar. Mən sənə təxəllüs vermişəm, Sərdar Elli. Yəni harda elimiz var, obamız varsa, orada sən varsa. Özü getdi, sözü qaldı yadigar, ümman idi hər kəlməsi nənəmin. Sol söygə. Əvvəlikdən dolma püküf qoyardı, yığılmazdı gen süfrəsi nənəmin. Yavaş, yavaş. Yalvarardıq, bizə öyrət nağılı. Bax, bu sevgi, bu da qeyrət nağılı. Zümrüt quşu, Məlik Məmməd nağılı başlayardı fəlsəfəsi nənəmin. İsti çörək çıxan kimi təndirdən, doymazdıq tutduğu yağdan, pendirdən. Payız vaxtı sallanardı kəndirdən, əvvəliyi ərişdəsi nənəmin. Gümüş teli zirvələrin qarı idi, nəvələrin kamanı idi, tarı idi. Bir ocağın büdcəsi idi, var idi, pul kisəsi, düyünçəsi nənəmin. Toxunmayın, yaraşıqdı evimdə. Yanan şamdı, gür ışıqdı evimdə. Söykəndiyim sarmaşıqdı evimdə, mütəkkəsi döşəşəsi nənəmin. Gençliğimiz soğan kimi soyuldu, ürəyimiz yüz yerindən oyuldu. İşə bax ki, muzeylərə qoyuldu, yun darağı, yun cəhrəsi nənəmin. Alqaydam keçilməzdi bu gədik. Ömür yollarıdır hər qaya, hər dik. İstədilər, nə yaxşı ki vermədik, bizdə qalıb gödəkəsi nənəmin. Nənələrin gödəkəsini, gərdəyini yaşadan bütün Azərbaycan xanımlarını alqışlayaq əl çalaq ürəkdə. Və burada mənim muğam dostum var, Şəmsəddin çox gözəl bir muğam oxuyan, zil səsli sənətkardır. Ona da eşq olsun ki, o aşıq havası, muğam fərq qoymur, bütün məclislərimizin iştirakçısıdır. Buyursun Şəmsəddin müəllim. Əziz qardaşımı, Ramin qardaşımı təbrik edirəm bu gözəl konsert münasibəti ilə. O gün olsun ki, daimi belə konsertlər, bundan da böyük saraylarda konsertləriniz olsun. Biz də candan başdan gələ sizləri təbrik edək və gələn qonaqlara da xoş gəldin deyirik. Muğam parçası ilə, Alqayt müəllim köməkliyi ilə. Başında bir
Sağıya amandı gətir gizlicə. Görənlər olmasın divanələr var. Nəşələr həmdəmim qəmnəm bu gecə, bağrına od basan pərvanələr var. Həyatın sonuymuş solğun bir çiçək, qəmləri öldürən qəm olsun gərək. Açmadın iskilli üzləri fələk, dünyada nə qədər qəmxanələr var. Sağıya dustağam zindan görməmiş, vüsalın nə dadı hicran görməmiş. Mümin bir bəndəyəm Qur'an görməmiş, onda həqiqətlər, peymanələr var. Dumanlı bir gündən şəhri çəməndə Dumanlı bir gündən şəhri çəməndə atayam səhərimin dağlar başında aman aman Yamaçlar Yamaçlar çayında gülündə Ay qardalam, yerimi bilən olmayam Niyə boylanıram sormasaq sola? Dərdimi deməyə el axtarıram. Vətənin dağına bağına bənzər çəmən axtarıram, çöl axtarıram. Görəsən necədir gözün dağlar Görəsən necədir gözün dağlar Darxırmısı soyan qulaqlar Gözüm görsə də ürəyim ağlar Öyle sərməstəm ki, idrak etməzəm dünya nədir. Mən kiməm, saygı olan kimdir, meyü səhba nədir? Gerçi canandan dili şeyda üçün kam istərəm. Sorsa canan bilməzəm, kami dili şeyda nədir? Vəsildən üçün aşıqı müstəğni eylər bir visal. Aşıqa məşuqdan hər dəm bu istiğna nədir? Hikməti, dünya və mafihə bilən Arif dəgül. Arif oldur bilməyə hikməti mafiha nədir? Ahı fəryadını Füzuli, incidifdir aləmi. Gər bəlayı eşq ilə xoşnud isən, qovğa nədir? Gəzdiyim dağlar, darxırmımasın soyuq qulaqlar
Kölə sən necədir Gəzdiyim dağlar Kölə sən necədir Gəzdiyim dağlar Darxırmı mənsiz soyuq bulanlar Gözüm görsə də ürəyim ağlar Saçıma dən düşüb görən Dərd dediyim yıxar silsilə dağı Dərd dediyim yıxar silsilə dağı Qurudar bəhrəli bağı budağı Nazilə Nazilə neylirsən sən ağvarağı Yaşlı qayalara Yaşlı qayalara Sinən Aman 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 aydan aydan Ayana bu bir gün sana Ayana bu bir gün sana Ağzına dur ağzına dur
gözəl musiqilərimiz səsə, var. eşq Sağ olun. olsun. Ramin Şınıqlıya söz verək. Bugünkü konsertin özülü olan iki sənətkarımızı alqışlayıram mən. Qoy Azərbaycanda bu toyların sayı çox olsun. Dostluq, şadlıq sarayının, bax buranın da müdiriyyətinə eşq olsun Şahin qardaşıma ki, buradakı şərait, burada xalqımızın görüş yeri hər il bir 20-30 dəfə təkrar olunur. Buyurun, mən təkrar sizi təbrik edirəm. Çox sağ ol Qart müəllim. Bugünkü ildə mən də sizləri salamlayıram. Xoş gəlmisiniz. Mən sizlərə təşəkkürümü bildirirəm ki, bugünkü gündə təbii ki, Əziz Göyçəli ilə Ramin Şınıqlının konsertinə dəvət gəlmisiniz. Çox sağ ol, təşəkkür edirəm. O cümlədən Alqayıt müəllimə təşəkkürümü bildirirəm. Zöhrə xanımaya, ansambla təşəkkürümü bildirirəm. Eşq olsun, ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. O cümlədən də bizim gözəl muğam ifaçımız, sazımız, sözümüz təşəkkür edirəm. Hacı müəllimə təşəkkür edirəm ki, bugünkü gündə bu konserti təşkil edib. Hacı müəllimə böyük minnətdarımı bildirirəm. Çox sağ ol. Thank you.
Sağ olun. Çox Çox sağ sağ olun. olun. Ramin sağ ol. Çox sağ olun. Sağ olun. Eşq olsun. Bu keçən il Gədəbəyin Şınıqda toyda olduq. Şınıq dərələri cənnət imiş oralar. El oradan da ermənilərin başına Odaləv, baş kəndiniz adı alıblar. Çox gözəl bir eldir. Aşıq Qələndər də Aşıq Təbrizdir. Mən də tamadalıq eləyirəm. Da pul qazanmağa şey. Birdən Qələndər dedi ki, Alqayt müəllim, gör bu dərələrə bir şeir düşürmü? Dedim da bu dəriyə şeir düşməyəndə hara düşəcək? Bu şeir deyəndən sonra mən hamımızın çox istədiyimiz qardaşımız Fəzail Miskiniyə söz verəcəm. O da xoş gəlib, səfa gətirib. Əhsan qüdrətinə ana təbiət. Gör nələr yaradıb el bu dərədə. Sığmır məcrasına köpüklü çaylar. Hay-haray qoparıb sel bu dərədə. Sənət baxşasında güllər bitirən. Yurduna səadət, rövnək gətirən. Neçə alimləri kama yetirən duyğular gizlənib bil bu dərədə. Desələr şanəsən teldən ayrılma. Obadan ayrılma, eldən ayrılma. Alqayt, çiçəkdən güldən ayrılma. Yaşa bu dərədə, öl bu dərədə. Gəlin o qəhrəman Gədəbəy elini bir ürəkdən alqışlayaq. Bir gün də Saz Sönət Məclisini onlara veririk. Buyursun Fəzail qardaşım, xoş gəlin. Alqayt müəllim, çox sağ olun, təşəkkür edirəm bu gözəl sözlərinizə görə. Mən bilirəm ki, bu gözəl günün məsuliyyəti, ağırlığı Alqayt müəllimlə, bunu zəhmət olmasa, Zöhrə xanımın üstünə düşür. Çünki məclisi idarə eləmək, məclisi aparmaq, hansı istiqamət aparırsan, hansı istiqamətə yönəldirsən ki, məclis də o istiqamətdə davam edir, məclis də o istiqamətdə öz axarınla gedir. Bugün mən çox şadam ki və deyərdim ki, son illər hardasa bir 90-cı ildən üzü bu yana Azərbaycan zurna sənətində və belə deyək də ritm alətlərində yeganə bir konsert proqramıdır ki, yeganə bir görüşdür ki, bugün Qəşəmlə, üzr istəyirəm, Qəşəm deyirəm. Nəyə görə mən Qəşəm deyirəm? Həmişə ora Qəşəm deyirəm. Özü bilir, həmişə Qəşəm deyirəm. Üzrlü hesab elə. Əzizlə Raminin bugün sizlərlə bir, belə deyək də, bir hesabat konsertidir. Yəni neçə illərdə onlar sənətdədir və bugün sizlər üçün sənətə dəyər verən, sənətə qiymət verən insanlar üçün hesabat konserti verirlər. Mən arzu edirəm ki, bunların hesabat konserti onlar üçün düşərli olsun. İnşallah onların səsi Allah qoysa, nəinki Azərbaycanımızdan, Azərbaycanımızın müxtəlif digər yerlərindən, sərhədlərimizin, nə bilim, o birisi başından, digər müxtəlif xarici ölkələrdən gəlsin. Çünki mən həmişə qulaq asanda rəhmətlik, məndə onun deməli diski də var, deməli audio kaseti də var. Rəhmətlik Həsrət Hüseynov həmişə qulaq asıram. Mən arzu edirəm ki, Həsrət Hüseynov kimi tarixə düşən, tarixin yaddaşında qalan, zurna sənətindən hər zaman insanların qəlbində yaddaşında qalan tarixi bir sənətkar olasan. Və Ramin qardaşım da Azərbaycanımızın görkəmli sənətkarı olan və bugünkü gündə onun ritmləri hamımızın yaddaşında, bugünkü gündə də həmin o ritmlərin səsi gələn Çingiz Mehdiyev kimi bizim gözəl ritm alətlərinin ustası olsun. Mən hər ikinizi ürəkdən təbrik edirəm. Hər ikinizə can sağlığı arzu edirəm, sənət uğurları arzu edirəm. Və fürsətdən istifadə edib əziz saza sözə qiymət verən insanlar, yeri gəlmişdən bugün burada da qeyd eləmək istəyirəm ki, may ayının 25-də Heydər Əliyev adına sarayda, bilirsiniz ki 26-sı may, yəni Heydər Əliyev adında sarayda deməli tədbir olacaq, yəni səhər.